Fevralın 11'inde ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika riyaziyyat elmləri doktoru, professor akademik Mahmud Kərimoğlu Kərimovu son mənzilə yola salıb. Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konferanslardakı çıxışlarını əks etdirən video materiallar nümayiş etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısında da dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər, o cümlədən Respublikanın elmi ictimaiyyəti adından əkirlər düzülüb. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycan elminin görkəmli nümayəndəsi Mahmud Kərimovun son mənzilə yola salma mərasimində iştirak edərək mərhum alimin ailə üzvlərinə, qohum əqrabasına dərin hüzünlə baş sağlığı verib. Sonra isə matəm mitinqi olub. Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşıblar. Görkəmli alim, akademik Mahmud Kərimovun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının binasından qaldırılaraq fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim, əsil vətəndaş və gözəl insan Mahmud Kərimoğlu Kərimovun cənazəsi doğma torpağa tapşırılıb və məzarının üzərinə əkirlər, gül dəstələri düzülüb. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin.